Bağışlayan və mehriban Allahın adı ilə salamlayıram hər birinizi, dəyərli tamaşaçılar. Allahdan sizə bu günlərin savabını ən yaxşı şəkildə istifadə etməyi diləyirəm. Və ötən dəfə biz qeyd etmişdik. Sizin nəzərinizə bir daha xatırladıb çatdırıram ki, bu məclislərin çox böyük bir faydası var insana, çox böyük bir təsiri var insana. Məclislər bizim üzərimizdə hansı işi görür, hansı təsirləri qoyur, biz o barədə danışırdıq. Və niyə təkrar biz hər il bu məclisləri bərpa edirik, bu əzadarlığı gözləyirik, bu ehtiramı gözləyirik, bu ayın ehtiramını və nə üçün düşmənlər ümumiyyətlə bu əzadarlıqlarla mübarizə aparıb illər boyu. Bu çox önəmli bir nöqtədir ki, cavabını bilək və o nöqtələrin üzərində çalışaq. Bilərək, tam maariflənmiş şəkildə bu məclislərdə iştirak edək inşallah. Biz bir neçə nöqtəni qeyd etmişdik, mən üçüncü nöqtəni sizin üçün qeyd edəcəkdim. Birinci nöqtə bundan ibarət idi ki, bizim əqlimizi inkişaf etdirir bu məclislər, əqlimizi oyadır, yəni bizim düşünməyimizə bais olur və düşünməyən şəxslər həmin cəhənnəm əhli olan şəxslərdir ki, Mülk surəsindən qeyd etmişdik. Və ikinci nöqtə bizim elmimizi artırır bu məclislər, bu əzadarlıqlar, İmam Hüseynin ümumiyyətlə əzadarlığını saxlamaq özü bais olur ki, bizim elmimiz artır. Üçüncü nöqtə isə əqidə məsələsidir. Yəni bizim əqidəmiz güclənir, ixlasımız, təqvamız bu məclislərin sayəsində, bu əzadarlıqların sayəsində güclənir və ümumiyyətlə Aşura insanların əqidələrini gücləndirməyə bais olur. Və əqidə elə bir mövzudur ki, insanın əqidəsi güclü olduğu zaman nə baş verir? Əqidəsi güclü insan heç vaxt sınmır düşmən qarşısında, insanlar qarşısında. Deyinmir, şikayət etmir, naşükürlük etmir. Hadisələr qarşısında mütləq və mütləq güclü olur. Əgər bizim əqidəmiz güclü olsa, başımıza hər hansı müsibət, hər hansı hadisə gəlsə də, biz həmin o imtahanlardan çox rahat şəkildə çıxa bilərik. Çünki biz Kərbəlanı xatırlayacağıq, Aşuranı xatırlayacağıq və biləcəyik ki, bizim müsibətimizdən daha böyük müsibətlər İmam və Peyğəmbər övladının başına gəlibdir. Və bu bizim qəlbimizin güclənməsinə, qüvvətlənməsinə gətirib çıxaracaq ki, həmin o qəlb güclənməsi məhz elə insanın əqidəsinin güclənməsi mənasındadır. Nə qədər insanlar var ki, məhərrəm məclislərində hidayət olublar, onların ruhiyyəsinə, onların əqidəsinə böyük təsir qoyubdur. Mən hətta özüm müşahidə etmişəm, şahidi olmuşam ki, məhərrəm məclislərində insanlar hicabı qəbul ediblər, vacib olan hicaba doğru addım atıblar, geyim tərzlərini dəyişiblər. Və hətta biz şahidi oluruq ki, elə insanlar var ki, ola bilsin ki, onlar hətta namaz qılmır, amma onların İmam Hüseynə məhəbbəti var, inancı var. Belə şəxslərin sözsüz ki, məclislərə gəlməsi, iştirak etməsi, İmam Hüseyn üçün hər hansı bir ehsanı verməsi təsirsiz deyil, nəzir verməsi təsirsiz deyil. Nə çox insanlar olub ki, namaz qılmadıqları halda İmam Hüseyn məclislərində hidayət olublar, onlara böyük təsiri qoyub ki, bunlardan biri də tarixdə Rəsul Türk adında bir şəxsdir ki, əgər istəsəz, araşdırıb onun hadisəsini mütaliə edə bilərsiniz internet vasitəsilə. Baxın, tarixə baxdığımız zaman zahirdə İmam Hüseyn məğlub olmuşdu düşmənin nəzərinə görə. Çünki düşmən onları şəhadətə yetirdi. Amma illərdir ki, uzun illərdir ki, İmam Hüseynin həmin o şəhadəti nə boyda qələbəni insanlara göstərir, nümayiş etdirir. Və Həzrəti Zeynəbin atdığı addımlar, əsarət boyu danışdığı xütbələr, göstərdiyi bütün o güc və qüvvət və qüdrət özü göstərir ki, əqidəsi güclü olan insan hətta zahirdə məğlub görsənsə də o həqiqətdə qalibdir. İmam Hüseyn bizə bunu öyrədir və bunu göstərir. Bəs deməli, bu məclislərin təsirlərindən biri də budur ki, insanın əqidəsi güclənir, ixlası güclənir və güclü olan insan ən birinci əqidə cəhətdən güclənməlidir. Əqidə güclü olduğu zaman insan məğlub olmur, insan sınmır insanların qarşısında və həmişə məsələlərdə başı ucalı şəkildə imtahanlardan çıxır. Digər məsələ əməl məsələsidir. Dördüncü nöqtəni mən nəzərinizə çatdırıram.
İmam Hüseynin məktəbi, İmam Hüseynin məclisləri insana əməl etməyi öyrədir. Nəyə görə? Gəlin tarixə bir göz gəzdirək, Aşuranın özünə bir göz gəzdirək. İmam Aşura günü meydanda namaza qalxır, cəmaət namazı qılırlar. Bir neçə nəfər onları əhatə edir ki, qorusunlar, keşikçilik edirlər. Amma imam, baxmayaraq ki, onlara tərəf, yəni ox atırlar, onlara tərəf hücum çəkməyə hazırlaşırlar. İmam Aşura günündə meydanda namaz qılır və namaz bir əməldir. Namaz əməldir ki, vacibdir insana və o əməl etməyi bizə öyrədir. Namazın əhəmiyyətini bizə öyrədir. Aşuranın sübhündə öz səhabələrini toplayıb İmam Hüseyn onlara xütbə edir və onlara deyir ki, hər kimin boynunda vacibat varsa, məsələn, xoms, zəkat, haqqunnas varsa və yaxud kiminsə kəffarəsi, nə bilim, bu kimi şeylər varsa, xahiş edirəm onlar geri qayıtsınlar, dönsünlər. Mənə boynunda haqqunnas olan şəxslərin köməyi lazım deyil. İmam bizə haqqunası öyrədir ki, yəni insanların boynunda əgər haqq varsa onu icra etsinlər. Aşuranın vaxtında, Aşura günündə məhz imam bunu bizə aşılayır və öyrədir. Məhərrəmin 11-ci gecəsi. Artıq Aşura hadisəsi baş vermişdi. Şam-ı Qəriban deyirlər bu gecəyə. Məhərrəmin 11-ci gecəsi çox ağır bir gecə idi. Həmin gecədə artıq bütün bəyləri şəhadətə yetirilmişdilər. Hətta Əli Əsxər şəhadətə yetmişdi. Körpə Əli Əsxər şəhid olmuşdu. Xanım Zeynəb ac, susuz, öz əzizlərini əldən vermiş, öz övladlarını əldən vermiş şəkildə olsa belə gecə namazını qılır. Gecə namazını qılır. Nəyi öyrədir bizə? Əməl etməyi öyrədir. Aşuranın ən böyük mesajı insanlara əməldir. İnsanlara dildə yox, əməldə hər şeyi göstərməyi öyrədirlər bizə və Kərbəla bizi əmələ dəvət edir. Namaz, oruc, haqqunnas, bütün hər nə istəsəz, bütün əməlləri biz Kərbəla hadisəsində görə bilərik. Və dinimiz bizi həmişə ifrat və təfritdən çəkindirir. Tarixdə iki qrup olub ki, əməl cəhətdən düzgün rəftar etməyiblər. Birinci qrup xəvaricilərdir ki, ifratçılar idi. Onlar bütün günü Quran oxuyurdular, namaz qılırdılar, oruc tuturdular, amma Əli əleyhissalamın vilayətini qəbul etmirdilər. Əli əleyhissalama itaət etmirdilər. Qətllər törədirdilər. Hansısa ölüm hadisələri törədirdilər. İkinci qrup isə mürciyələr idi ki, bunlar da təfritlər idi. Yəni bunların da nəzərinə əsasən sən hər nə istəyirsən et, şərab iç, naməhrəmlə görüş, amma ürəyin təmiz olsun. Bugün də cəmiyyətdə biz bu kimi insanları görürük, amma Əli əleyhissalam, Əmir əl-Möminin Əli əleyhissalam bunlar barəsində buyurur ki, bu iki qrupun hər ikisi də nadandılar. İstər ifrat edənlər olsun, istər təfrit edənlər olsunlar. Və bilirik ki, həmin xəvaricilərin bir üzvü idi ki, Əli əleyhissalamı şəhadətə yetirdi. İnsan əgər əməl əhli olmasa, elm əhli olmasa, əqidəsi möhkəm olmasa və ağlını yaxşı şəkildə işlətməsə, sonda nə baş verir? Sonda gəlib öz imamını mehrabda şəhadətə yetirirlər. Və bu məclislərdə ən azından biz görürük ki, heç olmaya 2 nəfər namaza gəlir, 2 nəfər məsələn haramdan qorunur, orucu öyrənir, minbərlərdə qulaq asırlar nəyəsə, 2 nəfər təsirlənir, tövbə edir. Bəs deməli, əməl o qədər önəmlidir ki, bu məclislər hər il təkrar insanları əməl etməyə doğru dəvət edir. İnsan çünki unutqan bir varlıqdır. Bu üzdən də məclislərin təkrar olması, hər il təkrar olması, necə ki orucu biz təkrar hər il tuturuq. Eləcə də əzadarlıq məclisləri də həmin işi insanlarla görür, insanları əməl etməyə dəvət edir. Əməl o qədər önəmli bir mövzudur ki, İslamda İmam Əli əleyhissalam neçə dəfə təkrar edir. Əl-əməl, yəni əməl edin, əmələ təkid edir ki, əmələ doğru gəlin, yəni addımlayın. Hür bunun bariz nümunəsi idi. Kərbəla səhnəsində Hür bunun bariz nümunəsi idi ki, o doğru yolda deyil idi, düşmən cəbhəsində idi. Amma imamın sözlərini eşitməklə hidayət olur və haqq cəbhəsinə doğru addımlayır və tövbə edərək aqibəti xeyirlə nəticələnir. Deməli, əməl çox önəmli bir mövzudur. Digər mövzu isə önəmli bir nöqtə. Biz artıq 4 dənə önəmli nöqtəni qeyd etmişik. 5-incisi isə ibrət mövzusudur.
Kərbəla bizə ibrət verir. Yəni tarix ümumiyyətlə insanlara ibrət göstərir. Baxın, tarixdən ibrət alırıq biz. Günün Şimrini tanıyırıq, günün Yezidlərini tanıyırıq, uşaq qatillərini tanıyırıq ki, tarixi oxuyaraq, tarixi eşidərək ibrət götürürük və bugünün qatillərini tanıyırıq, bugünün Şimrilərini, bugünün Yezidlərini tanıyırıq. Bizə kömək edir ki, tarix bəs Əli-Əsğərləri öldürən şəxslər, qətlə yetirən şəxslər bugün də var. Hərmələlər bugün də var. Yezidlər, Şimrilər bugün də var. Həmin işləri insanların üzərində tətbiq edirlər, həmin qətliamları törədirlər, uşaq qatilləri bugün də var. Biz bunları tanımaq üçün, ibrət almaq üçün məhz baxırıq Kərbəlaya və cavan, qoca, yeniyetmə, qadın, kişi hamısından ibrət alıb öyrənirik. Çünki Kərbəla elə bir tarixi faktdır ki, həmin o tarixi faktda yaşlılar da var idi, yeniyetmələr də var idi, cavanlar da var idi, orta yaşlı qadın, kişi, cavan, gəlin, uşaq, Həzrət Rüqəyyəsi, Əli-Əsğəri, Qasimi, bunlar hamısı bizə nəyi göstərir? İbrət verir bizə nümunələr göstərirlər ki, biz doğru yolu seçə bilək. Və Qurani-Kərimdə bir çox hadisələr təkrar qeyd olunur. Baxın, Quran kimi mükəmməl bir kitabda nə lüzumu var ki, hadisələr təkrarlanır və məxsusən də peyğəmbərlərin hadisələri. Çox insana maraqlıdır ki, Allah məsələn nə üçün İbrahimin hadisəsini təkrarlayır? 5 dəfə filan peyğəmbərin hadisəsini təkrarlayır. Musadan çox misal gətirir. Eyni əhvalatı təkrar müxtəlif yerlərdə fakt olaraq gətirir. Və ən çox qeyd olunan, məsələn, təkrar qeyd olunan hadisə Musa əleyhissalamın başına gələn hadisədir. Nə üçün, nəyə görə? Hud surəsi 120-ci ayədə məhz Allah Taala özü bu təkrarçılığa cavab verir. Və Peyğəmbərimizə deyir ki, ya Peyğəmbərə cavab verir, deyir ki, sənin qəlbini möhkəm etmək üçün başqa peyğəmbərlərdən misallar gətirdik, təkrar misallar gətirdik. Yəni, Peyğəmbərin qəlbini qüvvətləndirmək üçün bu işi görür, möminlərin qəlbini qüvvətləndirmək üçün təkrar gətirir və Peyğəmbərə sanki bu cür vurğulayır ki, istəyirik biləsən ki, tarixdə təkrar məsxərə olan şəxs sən deyildin. Başına daş atılan, tullantılar atılan şəxs tək sən olmamısan. Eyni zamanda İbrahim əleyhissalam da bütün bu çətinliklərə məruz qalıb. Musa əleyhissalam, İsa əleyhissalam, bunlar hamısı çətinliklərə məruz qalıblar. Hətta Yəhya, Zəkərya peyğəmbər, bütün bunlar hamısı nə çətinliklər görüblər. Yaqub peyğəmbər, Yusif peyğəmbər, bunlar hamısı çətinliklərə məruz qalıblar. Yəni sən tək deyilsən, tək səni incitməyiblər. İbrət götürəsən deyə və möminlər ibrət götürsün deyə biz bu hadisələri təkrar çatdırırıq insanlara. İmam Hüseyin Kərbəlaya Məkkədən xaric olub, Kəbə evindən xaric olub Kərbəlaya gəlməsi 24 gün təqribən çəkir. Yəni 24 gün İmam Hüseyin əleyhissalam öz əhli əyalı ilə birlikdə yolda və səfərdə olur. Tarixdə qeyd olunur ki, İmam Hüseyin əleyhissalam yol boyu ancaq Yəhya əleyhissalamı xatırlayırdı, Yəhya peyğəmbəri xatırlayırdı. Yəhya İbni Zəkəriyyə, atası Zəkəriyyə də peyğəmbər idi və özü də adı Quranda çəkilmiş bir şəxsdir ki, Yəhya haqqında tarixdə qeyd olunur ki, o çox dindar, Allaha bağlı bir şəxs idi. O qədər cəhənnəm qorxusundan Allahın huzurunda olduğuna görə göz yaşı töküb ağlayırdı ki, onun gözlərinin bu hissələri yara bağlamışdı, yəni yara olmuşdu. O yüzden də qeyd olunur ki, Zəkəriyyə ona ancaq çalışırdı ki, behişdən, cənnətdən bəşarət versin. Bir gün Yəhya əleyhissalam bunu hiss eləyir ki, atası ancaq ona behişdən müjdə verir və ağacın arxasına gizlənib atasının digər şəxslərə olan moizəsini dinləyir, görür ki, cəhənnəmdən danışır və hönkürtü ilə ağlamağa başlayır. Yəhya bu qədər imanla elə bir şəxs idi ki, sonda onun başını bədənindən ayırdılar. Yəni fasiq insanlar onun başını bədənindən ayırdılar. Bu yüzden də bir ibrət olaraq qəlbi qüvvət tapsın deyə İmam Hüseyin əleyhissalam yol boyu ancaq bu 24 gün ərzində Yəhyanı xatırlayırdı. Çünki o bilirdi ki, təqribən Yəhyanın başına gələn müsibətləri onun da başına gətirəcəklər. Digər nöqtələri də inşallah ki, gələn günlərdə sizin nəzərinizə çatdıracağam. Əzadarlıq məclislərində bizi də dua etməyi unutmayın inşallah. Allahdan sizə mərhəmət etməsini və bu məclislərdə ən yaxşı şəkildə istifadə edə bilməyinizi, qəlbinizin aramlığa qovuşmasını diləyirəm. Hələlik sağ olun, salamat qalın.